Xoş gəlmisiniz Murad bəy. Xoş gününüz olsun. Başlayaq Birləşmiş Ştatlar əlaqələri düzdür. Ermənistan səfiri də orada iştirak edib etməklə. Bu arada Birləşmiş Ştatlar da Ermənistanda daxil olmaqla bir sıra ölkələrdə öz səfirlərini geri çağırıb. Ermənistanda biraz fərqli yanaşıldı ki, görəsən səfirin geri çağırılması Birləşmiş Ştatlar Ermənistan münasibətinə hansı formada təsir edəcək. Düz indi bu açıqlama görür ki, müsbət bir mövqe bildirilib Trump tərəfdən. Amma bundan narahat olan bir tərəf də var. Söhbət təbii ki, Rusiyadan gedir. Averşukun bir qədər öncə açıqlaması oldu və bir daha sanki xatırlatma ehtiyacı mı duydu Kreml ki, dedi, 2020-ci ildə noyabrda, 9-10 noyabr sənədinə əsasən biz Azərbaycan-Ermənistan müharibəsini faktiki olaraq sonlandırdıq deyə. Nəyə siqnal idi, nəyə mesaj idi bu? Donald Trumpa mı, Birləşmiş Ştatlara mı, yoxsa elə Azərbaycan-Ermənistana mı? Burada əlbəttə ki, bu mesajdır və bu mesajları bir uzun müddətdir eşidirik Rusiya tərəfindən. Amma biz Rusiya tərəfindən ciddi bir addım görmürük. Rusiya tərəfi narahatdır. Narahatdır ondan ki, Amerika Birləşmiş Ştatlarının təsir imkanları Cənubi Qafqazda artır və xüsusi olaraq belə bir vacib elementdə, necə ki, Azərbaycanla Naxçıvanı birləşdirən Zəngizur koridorunun adı Trump koridoru verilib. O layihədə Amerika Birləşmiş Ştatlarının şirkətləri iştirak edəcəklər, belə deyək. Bu digər formada orada Amerika Birləşmiş Ştatlarının təsiri artdığı zaman Rusiyanın adı çəkilmir. Biz görürdük ki, Rusiya tərəfi dəfələrlə son dövrlər qeyd edirdi ki, məhz o ərazidə bizim sərhədçilərimiz yerləşib, o dəmir yolları bizə məxsusdur, bəli. Ermənistana məxsusdur və s. Belə bir mesajlar verirdi ki, biz də varıq. Amma bilirsiniz, o 2020-ci ilin sənədinin adını çəkir Rusiya tərəfi. Amma həmən o sənəddən irəli gələrək Azərbaycanla Naxçıvanı birləşdirən yolla bağlı Rusiya tərəfi bu son dövrdə müharibə bitəndən sonra hansısa bir ciddi addım atıb və hansısa bir nailiyyəti əldə edə bildi? Yox. Amma bu günləri biz görürük ki, Azərbaycanla Ermənistan iki tərəfli danışıqlar aparır, nailiyyətlər əldə eləyir və Amerika Birləşmiş Ştatlarının da bu koridora qoşulması, belə deyərdim ki, müəyyən bir qarantiya kimi regionda olan başqa dövlətlər mənfi təsir eləməsinin bu baxımdan vacib bir elementdir. Biz yenə görürük ki, Rusiyanın bax bu cür deməli mesajlarını təəssüflər olsun, amma mən hesab edirəm ki, bu proyekt icra olunacaq. İlk gündən mən bunu demişəm, 44 günün müharibə bitəndən sonra. Ən çətin dövrlər, bəzi hətta xarici analitiklər düşünürdülər ki, bu proyektin həyata keçirməsi çox çətin olacaq, ona görə bunun əleyhinə çıxan çoxlu region dövlətləri, bəzi region dövlətləri var. Amma mən düşünürdüm ki, burada Azərbaycanın dəmir iradəsi var. Azərbaycanın prezidenti, bu günləri onun ad günüdür, onu da təbrik edirik. Daimi olaraq səsləndirdi, bütün layihələri həyata keçirdir. Və bu baxımdan mən inanırdım ki, bu layihə, düşünürəm ki, artıq gələn ilin sonuna biz yeni il qabağı burada studiyada oturub müzakirə edəcəyik bu layihə üzrə, bu yol üzrə Naxçıvana gedən ilk qatarlarımızı. Ümid edirik, xoş bir niyyətlə də belə çıxış elədiniz Murad bəy. Düzdür, Zəngəzur dəhlizindən danışırıqsa, bugün bir xəbər də əslində tirajlandı ki, sırf bu trip layihəsinə görə David Vance gələcək Ermənistana fevral ayı üçün əslində nəzərdə tutulub. Tam rəsmi bir açıqlama olmasa da, amma biz ehtimallar üzərindən biraz danışırıq. 3 istiqamət üzərində sənəd imzalanması məqsədi ilə gəldiyi deyilir. İnvestisiya məsələsi, gömrük sərhəd qaydaları, bir də hüquqi məsələlər. Bu 3 istiqaməti də biraz istəyirəm təhlil edəsiniz. Düzdür, Birləşmiş Ştatlar Ermənistan nəyisə razılaşdıracaq, amma Rusiya hansı formada yenə öz mövcudluğunu göstərmək üçün nələrsə edəcəkmi? Xüsusilə də hüquqi tərəflərini daha çox danışaq. Çünki orada nəzarət mexanizmi falan, yəni bu məsələlər üzərində daha çox dayanılacaq. Ermənistan-Amerika əməkdaşlığı və xüsusi olaraq Azərbaycan-Amerika əməkdaşlığının, belə deyərdim ki, təkanı əsas bu il 8 avqustda Vaşinqtonda imzalanan sənədlərdən irəli gəlir. Bilirsiniz ki, Azərbaycan tərəfi ilə də artıq xüsusi qrup var, strateji əməkdaşlıqla barədə proqram həyata keçirdilər, hazırlayırlar. Əminəm ki, o proqram da hazır olana kimi oxşar bir səfərlər Azərbaycana da olacaq yəqin ki. Ermənistana qalanda və məhz niyə bu vaxtı Ermənistan səfər? Bunun mən yeganə səbəbini burada görürəm ki, Ermənistanda yayda seçkilər olacaq. Və bu seçkilərlə bağlı əsasən Ermənistanın geopolitik siyasətinin formalaşmasının əsas istiqaməti ilə bağlı bir mənalı olaraq
sonuncu deyərəm beləncinə sınaq mərhələsindən keçib təsdiq olunacaq. Və bununla əlaqədar Ermənistan baş naziri hətta Avropa ölkələrinə də, Avropa Birliyinə də müraciət edilmişdi ki, bu seçkiləri ədalətli keçirmək üçün, bu seçkilərə kənar müdaxilənin qarşısını almaq üçün müxtəlif yardım da istənmişdi və bu ilə bağlı müəyyən yardımlar da ayrılıb. Çox güman edirəm ki, bu cürlə müraciət Amerika Birləşmiş Ştatlarına da olub və həmin o səfərin əsas məqsədi məhz Paşinyanın seçki qabağı dövründə ona bir dəstəkdir. Ermənistanın siyasi fəaliyyətinin, belə deyək, xarici siyasət vektorunun Rusiyadan uzaqlaşdırmaq, Qərb və Amerika Birləşmiş Ştatlarına istiqamətlənmə istiqamətində olan fəaliyyətinə dəstək kimi mən qiymətləndirirəm. Düşünürsünüzmü ki, ümumiyyətcə, Murad bəy, bu müraciət elə birbaşa Paşinyanın özünün cəhdi ilə mi olub, yoxsa təkidlərlə mi? Yəni, Avropa təkid edib ya da Birləşmiş Ştatlar təkid edib ki, çıxış elə və de ki, bizim Avropanın ya da Birləşmiş Ştatların dəstəyinə ehtiyacımız var. Bu maddi dəstəkdən gedir ya da ki, seçkilərin daha yaxşı, düzgün formada həyata keçirilməsi. Düşünmürəm ki, bu bir mənalı ancaq Paşinyanın qərarı olsun. Ümumiyyətlə, Ermənistan belə bir dövlətdir ki, o öz xarici siyasətini özü Azərbaycandan fərqli olaraq müəyyən edə bilmir. Baxmayaraq ki, o özünü müstəqil dövlət kimi elan edib, uzun dövrdə bu dövlət idarə olunan idi, kənar istiqamətlərdən idarə olunan idi, xüsusi olaraq Rusiya tərəfindən. Və son dövrlər, 44 günlük müharibədən sonra Ermənistanın məhz Azərbaycanın dəstəyi nəticəsində, Türkiyənin dəstəyi nəticəsində Ermənistanda belə bir şans yaranıb ki, müstəqil siyasəti həyata keçirtmək istiqamətində. Bu baxımdan düşünürəm ki, Qərbdə, xüsusi olaraq Avropa Birliyi də, Amerika Birləşmiş Ştatları da bu istiqamətdə Paşinyanın fəaliyyətini birgə müəyyənləşdirirlər, birgə formalaşdırırlar və bu cür bəyanatlar əlbəttə ki, hər iki tərəfdən razılaşdırılmış halda həyata keçirilir. Düzdür, razılaşdırılıb razılaşdırmağına. Türkiyə məsələsini də dediksə, Murad bəy, burada yeni bir xəbər də adətən çıxıb indi tirajlanıb. Onu da həm tamaşaçılarımızla bölüşüm, həm də biraz onun üzərindən də danışaq. Çünki sərhəd məsələsi də gündəmdədir Ermənistanda. Türkiyə, Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir deyilir. Az öncə xəbərini təqdim etdim ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevə telefon danışığı zamanı bu mövzuya da toxunub və Azərbaycanla Ermənistan arasında sülh prosesində irəliləyişdən məmnunluq duyduqlarını və bu prosesi də dəstəklədiyini xüsusi olaraq bir daha Rəcəb Tayyip Ərdoğan vurğulayıb. Bəli, Türkiyənin mövqeyi hər zaman bizə bəllidir bu məsələdə. Ermənistan sərhədlərin açılmasını istəyirsə, Azərbaycandan keçməlidir əslində. Yəni, Azərbaycanın razılığı ilə əsasən bu olmalıdır ki, Azərbaycanın tələbləri yerinə yetirilsin deyə. Bu məsələ gündəmə gətiriləndə Ermənistandan Türkiyəyə gedəcək dəmir yolları ilə bağlı məsələ də yenidən gündəmə gətirildi, xüsusilə də Rusiya tərəfdən. Və siz də bir qədər öncə vurğuladınız ki, bu ruslar qeyd edir ki, bizə məxsus olan bir sistemdir və Paşinyan da əslində xahiş eləmişdi Rusiya liderindən ki, maliyyə ayırsın, bərpa eləsin həmin dəmir yollarına istiqamətdə. İndi bunun qarşılığında bir istək olmayacaqmı? Düşünmürsünüzmü ki, bir nəzarət mexanizmi ola bilər və ya başqa bir şərtlər, tələblər olmazmı Paşinyana qarşı? Paşinyanın müraciəti elə bir sadə müraciət deyildi. Mən düşünürəm ki, bu hansı istiqamətdən yaranmışdı. Bilirsiniz ki, məhz o trip marşrutu ilə bağlı Rusiya tərəfi müraciət eləyəndə ki, bizim şirkətlər də orada iştirak eləmək istəyirlər. Paşinyandan belə bir açıqlama gəldi ki, bəs bu məsələni biz Amerika Birləşmiş Ştatları ilə razılaşdırmalıyıq və bu qərar bizdən asılı deyil. Yəni, məsuliyyəti öz boynundan atdı Amerika Birləşmiş Ştatlarının üstünə və paralel olaraq Rusiya tərəfinə cavab olaraq belə bir təkliflə irəli çıxdı ki, bəs ondan başqa da yollar var. Məsələn, Qazaxdan vaxtilə İncevana olan 50 kilometrlik yol mövcuddur. Rusiya tərəfi bunun açılmasında əgər iştirak eləmək istəsə buyursun. Amma Paşinyan da çox gözəl bilir ki, bu günlər Rusiyanın Ermənistanda həmin o dəmir yolları bərpası üçün, belə deyək də, maliyyə ayırmağa bugünkü vəziyyətinə imkanları yoxdur. Bildiyim qədərilə çox böyük bir maliyyə tələb eləyir. Böyük bir rəqəm də səsləndirirlər. 500 milyona yaxın deyəsən rəqəm səsləndirir. Bilməm nə qədər düzdür, yalandır. Belə bir cavab verdi və Rusiya tərəfi artıq bu cavabın qabağında biz hansısa bir onların cavabını eşitmədik. Bəli, bu Ermənistan dəmir yolları Rusiya məxsusdur və bunu Kaçaryan dövrü, Kaçaryan prezident olarkən o Ermənistan dəmir yollarını Rusiya dəmir yollarına
təhvil vermişdi, hansısa bir saziş, əgər səhv eləmirəmsə 30 illik bir saziş imzalanmışdı. Amma bilirsiniz, həyat elədir ki, həyatda hər şey dəyişilir. Vaxtilə Ermənistanın elektrik enerji sistemi Rusiya məxsus idi. Amma Ermənistan bunu milliləşdirdi və bu günləri türk şirkətləri ilə danışıqlar aparır ki, həmin o şirkətdə Ermənistan elektrik şəbəkəsi Türkiyə şirkətlərinin birgə işlənilsin. Yəni mən düşünürəm ki, dəmir yollarında ola bilsin gələcəkdə başqa bir formada əvəzləyə biləcək. Bilirsiniz, bu günləri biz danışırıq ki, Azərbaycan artıq imkan yaradıb Ermənistana öz arasından malların gəlməyinə. Bu yaxınlarda artıq Azərbaycan Ermənistana ilk olaraq 20 vaqon benzin göndərdi. Bilirsiniz, bu hamısı amillər ona istiqamətləndirib ki, Ermənistan xarici qüvvələrdən asılı olmasın. Ermənistan Cənubi Qafqaz üçün bu günləri bizim üçün ən vacib olan bu sülh gündəliyimizi həyata keçirmək üçün mane olan dövlətlərdən asılı olmasın. Bu baxımdan düşünürəm ki, Türkiyədə, Azərbaycan da hər şey eləyəcək ki, gələcəkdə... Bu asılılıq ən azından azalsın, elə deyilmi? Tamamilə bitmə ehtimalı biraz şübhəli kimi görünür xüsusilə Rusiyadan. Təsir eləmir, amma gələcəkdə bunun sayı da çoxala bilər. Düşünürəm ki, bilirsiniz, artıq Ermənistan nümayəndə heyəti Qəbələyə gəlmişdi, baş nazirin mavini rəhbərliyi ilə danışıqlar gedir. Növbəti danışıqlar yəqin ki, Ermənistanda olacaq. Orada bütün bu məsələlər müzakirə olunur. Təkcə benzindən söhbət getmir, elektrik enerjisinin təminatından söhbət gedir, qazdan təminatından söhbət gedir. Bu çox böyük bir proqramdır və bunların hamısı gələcəkdə məhz Ermənistan birisi Cənubi Qafqazda ən zəif ölkədir ki, xarici qüvvələrin təsiri altında ömür boyu olub və bundan istifadə edib Ermənistanın siyasətini idarə ediblər. Amma bu günləri biz Cənubi Qafqazda uzun müddətli davamlı sülhü təmin eləmək istəyiriksə, biz gərək həmən o asılılığı başqa qüvvələrdən yox, Cənubi Qafqazda sülhün əleyhinə olan qüvvələrdən yox, bizdən asılı olan bir dövlətə çevirir. Düzdür, Ermənistan çalışır Rusiyanın təsiri dairəsindən çıxsın. Amma nəzərə alsaq ki, Rusiyadan həm iqtisadi baxımından asılılığı var, həm müəyyən bəzi qüvvələr var ki, hansı ki Ermənistanın daxilindədir, xüsusilə də müxalif yönlü qüvvələr ola bilər. Onlar da bir formada təsirini göstərir. Kilsə olsun, elə əsas başda. Elə kilsədən də danışaq biraz. Son xəbərdə deyildi ki, Nikol Paşinyan indiyə qədər ya çıxışlarla, ya argumentlərlə, müxtəlif görüntülərlə və s. ya da müəyyən addımlarla kilsəyə qarşı kifayət qədər ilərləyib. Son nöqtəsi də olacaq ki, artıq az bir zaman qaldı ki, ikinci Qarigini həbs elətdirəcək. Bundan da işi axırda, yəni son olaraq yekunlaşdıracaq deyə. Bunu 2026-da biz görəcəyik ki, hələ ki ikinci Qarigindən də o qədər də güclü bir səs soraq gəlmir. Son olaraq bir görüş keçirməli idilər, onu da ləğv elədilər. Məhz Ermənistan təhlükəsizlik qüvvələrinin qorxusundan deyildiyinə görə 28-i də bir planlaşma olacaq deyilir. Bu da rəsmi bir şey deyil. Nə ilə məğlub etməyə planlaşdırır ikinci Qarigin? Heç kəs üçün sir deyil ki, Ermənistan kilsəsi daima olaraq xarici qüvvələrin əlində bir vasitə olub. Bu təkcə son dövrlər olmayıb, uzun tarix boyu, 200 illər ərzində Ermənistan kilsəsi, bilirsiniz, qədimdə mətbuat olmayıb, televiziya olmayıb və təbliğatı həyata keçirmək üçün yeganə üsul kilsə idi. Məhz o dövrdə də erməniləri Cənubi Qafqaza götürəndə, onlardan burada ümumi türk millətinə qarşı qüvvə kimi hazırlayanda həmən o təbliğatı kilsə vasitəsilə keçirdilər. Yəni ideologiyanın əsasını kilsə həyata keçirdilər. Və o qüvvə uzun müddət 200 ildir işləyir, amma son dövrlər, Sovet dövrlərində onlar hamısı SSR Dövlət Təhlükəsizlik Xidmətinin təsiri altında olan vasitələr idi. Yəni istənilən dövrü onlardan istənilən halda istifadə edə bilirdilər. Bu baxımdan bunu bugünkü dövr isə həmən o qüvvələr qalıb kənar dövlətlərin, xüsusi olaraq Rusiyanın xüsusi xidmət orqanları təsiri altında və bəzi hallarda beynəlxalq erməni diasporasının maliyyə baxımından asılılığı təsiri altında. Bilirsiniz, bu günləri Paşinyan başa düşür ki, Ermənistanın müstəqilliyi üçün, Ermənistanın gələcəkdə bu sülh gündəliyini həyata keçirmək üçün Cənubi Qafqazda mənfi təsir göstərə bilən qüvvələrdən biri də kilsədir. Ona görə ardıcıl olaraq o kilsənin imkanlarını, təsir imkanlarını zəiflədir və siz düzgün toxundunuz. Gec-tez ya onun həbsini, ya da ki, çox güman ki, o vəzifədən uzaqlaşdırılmasına bitəcək. Və hər zaman biz görürük ki, mərhələ və mərhələ
təzyiqləri Paşinyan artırır. Bu yaxınlarda həmən o Qaraginin vaxtı ilə KGB agenti kimi Sovet dövrü, əgər səhv eləmirəmsə, Polşadan non grata olunması barədə faktı elan eləmişdi. Onun doğma qardaşının KGB-yə məxsus olan deməli KGB təsiri altında işlədiyi sənədlərin hamısının üzə çıxarılması, Ermənistan mətbuatında işıqlandırılması, Briskol birində saxlanılıb. Yəni bunu mərhələ və mərhələ erməni xalqına izah eləyir ki, bunlar kimlərdir? Vəziyyət budur, bəli. Bunlar kimlərdir? Bunlar hansı işlə məşğul olublar və bunların məqsədləri nədən ibarətdir? Çox güman ki, gələn il ilk olaraq biz onun uzaqlaşdırılmasını eşidəcəyik. Amma həbsi ilə bağlı mən hesab edirəm ki, gələcəkdə ola bilsin, o da olsun. Mən hətta düşünürəm ki, keçmiş prezidentlərə də bu şamil olunacaq. Kaçaryana da, Sarıkisyan'a da. Ona görə ki, məhz Cənubi Qafqazda Azərbaycanın düşmanı biz bilirik. Azərbaycanın düşmanı olub, Azərbaycana qarşı hərbi cinayətlər törədiblər. Amma erməni xalqı da başa düşməlidir ki, əsas cinayətləri onlar erməni xalqına qarşı törədiblər. Məsələn, o Ermənistanı bugünə salanlar, Ermənistanı bu qapalı vəziyyətdə Cənubi Qafqazda salanlar məhz o adamlardır. Paşinyanın da əslində indiki siyasətinin məğzi odur ki, yəni göstərmək erməni cəmiyyətinə ki, baxın kimlər idarə edib vaxtı ilə sizi. Bu arada Qaraginin həbsi məsələsindən danışırıq, amma bu düşünürəm ki, biraz daha çox rezonans doğura biləcək bir məqam ola bilər. Ona görə hələ ki, bəlkə də Paşinyan sakit dayanır parlament seçkisinə görə. Elə parlament seçkisindən danışmışkən yeni bir xəbərimiz də var. Murad bəy, onu da bölüşək tamaşaçılarımızdan, biraz ondan da danışaq. Ermənistanda parlament seçkiləri konstitusiyaya uyğun olaraq 2 iyun və 12 iyun 2026-cı il tarixləri arasında keçirilə bilər deyilir. Mərkəzi Seçki Komissiyasının sədri Vaqen Avakimyan məlumat verib bu barədə və seçki gününü ölkə prezidenti təyin edir, amma hələ fərman verilməyib. Hamı bu tarixlərdə yeganə bazar günü olduğu üçün 7 iyunu seçkilər günü kimi göstərir deyə o bildirib və əlavə edib ki, seçki qabağı kampaniyanın maliyyə şəffaflığı da daxil olmaqla monitorinqi və nəzarəti həyata keçiriləcək. Artıq dəqiq tarixi də biz düzü tam yenə də rəsmi deyil, 2-12 iyun tarixləri arasında olacağı deyilir. İndi az öncə dediyim fikrə biraz qayıdaq. Parlament seçkilərindən belə desək əslində sağ çıxmaq üçünmü Paşinyan hələ də bu son kartını oynamır ikinci Qaraginə qarşı? Əlbəttə ki, birincisi Qaraginlə bağlı çox güman ki, Rusiya tərəfinin müəyyən təzyiqləri var. Bilirsiniz ki, vaxtilə Kaçaryan saxlanılanda biz görürdük ki, Rusiya tərəfi bu ilə bağlı nə qədər təzyiq edirdi. Vaxtilə ODKB-nin rəhbəri, Ermənistanda olan rəhbəri saxlanılanda təzyiqlər olunurdu. Və son ana qədər, hətta Rusiya prezidenti Ermənistana gələndə Kaçaryanın evinə getmişdi qonaq. Bu baxımdan bu hamısı göstəricidir ki, Ermənistana ciddi təzyiqlər olunurdu bu ilə bağlı və çox güman ki, bu Qaraginlə də bağlı müəyyən təzyiqlər olunur. Bu bir istiqamət. İkinci istiqamət, mən bu biraz əvvəl qeyd etdiyim kimi, diasporada həddindən artıq Qaraginlə bağlı sıx əlaqələri var. Çox güman ki, onlar da müəyyən formada təzyiq eləyirlər. Həmi Paşinyana, həmi öz dövlətlərinin rəhbərlərinə ki, Paşinyana bu ilə bağlı müəyyən məsləhətlər versinlər. Məsələn, Amerikadakı Amerika rəhbərinə, Fransadakı Fransa rəhbərinə və s. Düşünürəm, bu baxımdan Paşinyanın davranışı bu ilə bağlıdır. Amma siz deyirsiniz, seçki, bəli, seçki ilə bağlı Paşinyan ciddi hazırlaşır. Artıq siz qeyd elədiniz ki, Amerika vitse-prezidentinin səfəri gözlənilir. Ondan sonra mən qeyd edeyim ki, mart, əgər aprel ayları səhv eləməmsə, Avropa siyasi sammitinin tədbiri Ermənistanda keçiriləcək. Bu da Avropa Birliyinə daxil olan prezidentlərin daxil olduğu qurumdur. Bunlar hamısı Paşinyana seçki öncəsi bir dönəmə gəlib. Bəli, bəli. Paşinyana bir dəstək olacaq. Görəcək ümumiyyətlə. 2026-dan çoxdur gözləntilər. Təşəkkür edirəm Murad bəy. Minnətdarım təhlilləriniz üçün.